bir yarışda qazana biləcək bütün nəticələr qazanmışam. Bu da Azərbaycan tarixində ağır atletikada yeganə idmançı mənəm ki, bir yarışda 3 nəticəni birdən qazanmışam. İlk 3 ay sonra mənim çempion olmağım məndə bu idmanda daha bir güclü olacağıma, daha da güclü karyeramın olacağını bir xəbər verirdi sanki. Mən həmin olimpiyadaya getsəydim, təsəvvür edin, olimpiya çempionu olan həmin idmançıda mən 25 kilo artıq summa qaldırmışdım. Amma çox təəssüf ki, 148 kilo təkanla qaldırmada dirsəyimdən zədə alaraq ağırlıq belimə düşdü. Çox güclü olduğumu inanıram, çox iradəli olduğumu inanıram. Bilirdim ki, mən yenə də sağalacam, yenə gedib idmana qayıdacam. Çünki mən hər zədədən sonra daha da güclü qaydırdım idmana, yarışlara. Federasiyamız mənə qaytardı ki, Bakıya pulumuz yoxdur, artıq sənə kömək eləyə bilmərik, reabilitasiyam yarıda qaldı. Problemli məsələmiz biri də budur ki, mən yuvandıqca mənim müalicəm, mənim sağalma şansım çox azalır. Yəni, bugünkü bir gün belə mənim üçün çox qızıldır. Hələ də olimpiya medalının arzusundayım. Yəni, mənim üçün ən uğurlu medal o olardı ki, olimpiya medalını qazanım. Ay bala! Qıratdan su içmə demədim ha bala. Artıq bu cümləni övladlarınıza deməyə ehtiyac qalmayacaq. Bizim sizə şad xəbərimiz var. Övladınızın sağlamlığını düşünürsünüzsə, şəbəkə suyunun təmizliyini bizə həvalə eləyin. Necə ki bunu dünya karatesinin qara brilyantı Rafael Ağayev etdi. Ekskluziv sifariş ilə Türkiyədə istehsal olunan və Rafael Ağayevin adına həsr olunan Black Diamond su filtrlərini sifariş etmək üçün elə indi müraciət eləyin. Nəqd pulunuz yoxdursa, o da problem deyil. Artıq avadanlıqları ilkin ödənişsiz, faizsiz, komissiyasız, üstəlik daxili kredit şərtləri ilə, həmçinin müxtəlif taksit kartları ilə da əldə edə bilərsiniz. İndi zəng et. Kampaniya məhsul bitənə kimi etibarlıdır. Telefon 055 255 99 89. Inline Az. Every minute with the fever dreams, I push my mind to a limit where it needs to be. I work blind, got vision I don't need to see. I'm picking mind over matter, I believe in me. I need to find more hours in the day to breathe. Need to find more power in the way I be. Salam Motivator Sport izləyiciləri. Bu gün Rüstəm İmanzadənin evinə qonaq gəlmişik. Bu gün Rüstəm İmanzadənin şəxsən özündən öz idman karyerası və idman karyerasında baş verən hadisənin öz dilindən işləyəcəyik. İlk öncə hər birinizi salamlayıram, Motivator izləyiciləri salamlayıram. Xoş gəlmisiniz. Mən İmanzadə Rüstəm. 27 yaşım var. Lənkəran şəhərində anadan olmuşam. Özüm ağır atletika idman növü ilə məşğul olmuşam. Düzdür, ilk uşaq vaxtları başqa bir idman növləri ilə məşğul olsam da, kapiyera kimi bir idman növü ilə məşğul olsam da, amma sonra artıq ağır atletika idman növünü seçdim. Seçməyimin də səbəbi bizdə ağır atletikanın Azərbaycanda vətəni Lənkəran şəhəri sayılır. Çünki ağır atletikadan çoxlu güclü idmançılar Lənkəran şəhərindən çıxıb. Bizdə çox məşhurdur bu idman növü. Mən də bu idmanı seçdim və seçəndən sonra da ilk 3 ay sonra artıq çempion olmağa başlamışdım. Və bu məni hər zaman həvəsləndirirdi. Çünki hər yarışda birinci yerə çıxmaq məni bu idmana həm sevgimi artırırdı, həm də özümdə o gücü hiss eləyirdim ki, mən bu idmanla məşğul olmalıyam, bu idmana davam eləməliyəm. Tamam, arkadaşlar, kırpmadır. Hop. Ay sağ ol. Aslen tələsmə. Düz başının arxasına. Lənkəran şəhərində 10 nömrəli məktəbi bitirmişəm. Təhsilimi orada bitirmişəm. Sonradan İdman Akademiyasına qəbul olmuşam. Bizdə bilirsiniz ki, Avropa çempionları, Avropada medal qazanmış idmançılar avtomatik olaraq Bədən Tərbiyə Akademiyasına qəbul olurlar və Bədən Tərbiyə Akademiyasını bitirmişəm. Təhsilim də çox normal olub. Bugünkü diplomum da var. Dediniz ki, əvvəl başqa idmanla məşğul olmuşam, amma çox qısa müddət sonra dayandırmışam və bu idmana gəlmişəm. Mənim qohumum ağır atletika ilə məşğul idi. O məni cəlb eləmişdi. Çünki özü gedirdi. Sonradan özü idmandan uzaqlaşsa da, amma mən bu idmana davam eləməyə başladım. Az öncə də qeyd etdiyim kimi, ilk 3-cü ayımda artıq mən çempion olmuşdum. Və bu ilk 3 aydan sonra çempion olmaq məni idmana biraz daha həvəsləndirdi. Çünki mən başa düşürdüm ki, ilk 3 ay sonra mənim çempion olmağım məndə bu idmanda daha bir güclü olacağıma, daha da güclü karyeramın olacağını
bir xəbər verirdi sanki. Ona görə mən də artıq bu ağır atletika idman növü ilə davam elədim. İlk uğurunuz hansıdır və sonrakı nəticələriniz? İlk uğurum əldə etdiyim kimi 3 aydan sonra başladığım Lənkəran çempionatı idi. O yarışda çempion olmuşam. Sonra dayanmadan ancaq çempionluqlar əldə edirdim. Çox mən təsadüfən yarışlarda məğlub olardım. O da mənim zədəli olduğum anlara yəni təsadüf edərdi. Yəni zədəli olmasam, yəni həmişə çempion olurdum. Hələ yadımdadır ki, yarışların birində idmançılar yığışmışdı mənim çəki dərəcəmdə yarışanlar. Mənə görən kimi deyirdilər, Rüstəm gəlib, öz aralarında artıq ikinci, üçüncü yeri bölüşürdülər. Bilirdilər artıq mən çempion olacağım. Sonra artıq 2013-cü ildə Avropa 3 qızıl medalı qazanmışam, Avropa rekordu eləmişəm və Avropanın ən güclüsü seçilmişəm. Bir yarışda qazana biləcək bütün nəticələr qazanmışam. Bu da Azərbaycan tarixində ağır atletikada yeganə idmançı mənəm ki, bir yarışda 3 nəticəni birdən qazanmışam. Sizin üçün ən böyük qalibiyyətiniz, ən böyük çempionluğunuz hansıdır? Mənim üçün xatırlayıram elə Avropa çempionatında ilk medal qazanmağım mənim üçün çox böyük qürur verici bir şeydir. Çünki ilk dəfə idi ki, mən fəxri kürsüyə çıxıb himn səsləndirirdim. Həm o zaman düşmənlərimizin qarşısında, başqa bir ölkələrin qarşısında himn səsləndirmək, yəni o zaman xatırlayıram göz yaşlarıma belə hakim ola bilməmişdim. Bu mənim üçün çox qürur verici bir şey idi. Amma mənim ən çox xəyallarımdan biri də olimpiyadaydı. Olimpiya medal qazanmaq idi. Əslində 2014-cü ildə yeniyetmələr arasında olimpiya çempionatına ilk namizəd mən idim. Mən gedəcəkdim, amma çox təəssüf ki, bizim ağır atletika cərimə ödəməli idi. Bir çox idmançılarımız dopinqə düşmüşdü. Beynəlxalq yarışa icazə yox idi deyə. Amma halbuki mən həmin olimpiyadaya getsəydim, təsəvvür edin, olimpiya çempionu olan həmin idmançıdan mən 25 kilo artıq summa qaldırmışdım. Yəni düşünün, mən getsəydim, olimpiya çempionu olacaqdım, amma çox təəssüf bu əlimdən qaçdı bu yarış. Amma hələ də olimpiya medalının arzusundayım. Yəni mənim üçün ən uğurlu medal o olardı ki, olimpiya medalını qazanım. Motivator Fitness Klub sizi daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Burada müasir avadanlıqlarla təchiz olunmuş fitness və crossfit zalından və yalnız xanımlar üçün fəaliyyət göstərən idman zalından istifadə edə bilərsiniz. Həmçinin fitness food restoranımızdan dietik yeməklər sifariş verə bilərsiniz. Peşəkar məşqçilərimizin nəzarəti altında Motivator Fitness Klubda qollarınızı gücləndirin. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Klub. Məqsədlərimizə birlikdə nail olaq. Biraz öncə dediniz ki, bir yarışda 3 nailiyyətim olubdu və bu 3 nailiyyətə çempionluqla nəticələnibdi. Deməli, mənim 15 yaşım var idi. 62 kilo çəkidə yarışırdım. Öz çəkim, amma şəxsi çəkim 59 kilo idi. Bildiyiniz kimi Avropa çempionatında bizdə belədir. 3 hər birdən qaldırma var, təkanla qaldırma var və bir də 2 hərəkətin cəmi var. Bunların üçünə görə ayrı-ayrı medallar alırsan. Mən bunların üçündə də qızıl medal qazandım və həm də bunların üçündə də Avropa rekordu etdim. Bu 3 həm Avropa rekordu, həm də 3 qızıl medal və sonda da Avropa çempionatında sonda bütün idmançılar arasında ən yaxşısı seçilir, kim gözəl nəticə edibsə. Və həm də Avropanın ən güclü idmançısı seçildim. Ona da ayrıca bir mükafat aldım. Yəni bu da bir yarışda 3 nəticəni birdən qazanmaq deməkdir. Bunu da hələ bu günə kimi heç bir idmançı etməyib Azərbaycan tarixində. Bu da Litvanın Klaipeda şəhərində baş verib Avropa çempionatı zamanı. Sonra 2014-cü ildə uğurum var. Dünyanın ən güclü idmançısı seçilmişəm. Ən çox ağırlıq qaldıran idmançısı mən seçilmişdim ilin sonunda. Nəticələr arasında ən çox ağırlıq qaldıran idmançısı mən seçildim. Sonra klublararası dünya çempionu olmuşam. Rio de Janeiro'da olimpiya çempionatı olacaqdı, olimpiyada olacaqdı. Biz onun üçün lisenziya qazanmaq üçün dünya çempionatına yollandıq. Qazaxstana, Almatı şəhərində 2014-cü ildə. Yarışın ən balaca idmançısı mən idim.
O yarış böylə arasındaydı. 34-35 yaşa qədər olan idmançılar arasındaydı. Yarışın da ən bir xəbər çıxmışdı, xəbər saytında çıxmışdı ki, yarışın ən balaca idmançısı 1998-ci ildə İmanzar Rüstəm bu yarışa çıxış eləyir. Siz təsəvvür edin, 44 idmançı arasında böylə arasında mən 11-ci yerə çıxmışdım. Bu çox inanılmaz bir nəticə idi, ən balaca yaşlı bir idmançının və yaxşı bir lisenziya xalı vermişdim Rio de Janeiro Olimpiyadasına getməyə. Çünki həm də mən bu olimpiyadaya gedən idmançılar arasında da birinci sırada da mən idim ağır atletikada. Rio de Janeiro'ya gedəcəkdim. Medal da qazanmaq şansım da var idi həmçinin o yarışda. Sonra 20 gün sonra o dünya çempionatından sonra Kiprdə, Yunanistanda hansı ki travma aldığım yarışda Avropa çempionatı, o da mənə aid olan bir yarış deyildi. Gənclər arasında yarış idi. Yenə də orada yenilməz olsam belə gənclər arasında mən 3-cü yerə çıxdım. Amma çox təəssüf ki 148 kilo təkanla qaldırmada qolum dirsəyimdən zədə alaraq ağırlıq belimə düşdü. Zədə alandan sonra da məni artıq xəstəxanaya apardılar. Artıq əməliyyat eləməli idilər. Məni yaxşı bir orada həkim tapdılar. Bir Amerikalı həkim idi. Və əməliyyat edən həkim çox uğurla da başa vurdu bu əməliyyatı. Okay. Good strength. He has good strength. Deyir, sən deyir, bu gücün var deyir. Yes. I know. I will think of rehabilitation. Okay? Okay, Yes. deyir, mən reabilitet haqqında fikirləşirəm. Then we talk. Okay. Okay. Ready. Mən bir gözəl bir sözü var idi, həmişə deyərdi, deyir, bir dəfə çempion adam hər dəfə çempion olmağa qadirdir. Əməliyyatdan 2 ay sonra falan məni artıq otuzdurmağa çalışırdı. İnsanlar bəzən mənə sual verirlər, sən necə oldu depressiyaya düşmədin? Çünki mən ilk andan artıq ayaqlarımı hiss eləmirdim də. Biraz həm 16 yaşlı bir idmançı üçün, bir insan üçün fərqli bir düşünə bilər. Çünki bu günə kimi hiss eləmirsən ayaqlarımı falan, sonra bir anda heç nə artıq yoxdur. Əslində mən qətiyyən depressiyaya düşmürdüm. Çünki mən idmanda zədələrdən qorxmurdum. Çünki professional idmanda həmişə zədə var. Bu normaldır. Düzdür, mənim kimi ağır zədə ilə heç kim üzləşməyib bu günə kimi. Amma mən çox güclü olduğumu inanıram, çox iradəli olduğumu inanıram. Bilirdim ki, mən yenə də sağalacam, yenə gedib idmana qayıdacam. Çünki mən hər zədədən sonra daha da güclü qayıdırdım idmana, yarışlara, çempion olurdum. Yenə də inanırdım ki, bu zədədən sonra da qayıdacam. Həkim də mənə tapşırıqlar vermişdi ki, sən 5 il ərzində artıq sağalmalısan. Sadəcə güclü reabilitasiya olmalısan ki, sən 5 il ərzində sağalıb və yenə də idmana qayıdasan. Amma çox təəssüf, mənə 5 il ərzində çox az reabilitasiya olundu. Mənə göndərdilər, 6-7 ay Rusiyaya göndərdilər. İlk əməliyyatdan sonra reabilitasiya aldım. Təsəvvür edin, ilk 3 ayda mən artıq ayaqlarımı tərpədirdim. Həkim amma demişdi ki, ilk 6 ayda sən ayaqlarını tərpətsən, sən yeriyəcəksən. Mən artıq ilk 3 ayda ayaqlarımı tərpədirdim. Orada reabilitasiyada da həkimlər şokdaydı. Çünki özləri də gözləmirdi ki, ilk 3 aydan sonra mənim ayaqlarıma tərpəniş olacaq. Bu bir möcüzə kimi bir şey idi. Mən onlar da dedi ki, sən artıq yeriyəcəksən. Çünki ilk 3 ayda bu qədər belə bir rezultatın olmağı, yəni inanılmaz bir şeydir, möcüzəvi bir şeydir. Mən həmçinin həmin vaxt yadımdadır, xəstəxanaya oradakı həkimlərdən xahiş eləmişdim. Otağıma ştanqalar gətirmişdilər ki, dayanmayım, ştanqla məşğul olum. Hələ də əl çəkmirdim. Mənə dedilər ki, sən psixoloji xəstəsən ki, sən bundan travma almısan, yenə də məşğul olursan da buna. Bu necə bir şey? Deyirəm ki, mən bundan güc alıram da. Məni necə bu zədəliyibsə, məni bu yenə də bu sağaldacaq. Yəni yenə də bu məni bu idmana qaytaracaq. Amma çox təəssüf bu az sürdü. Çünki federasiyamız məni qaytardı ki, Bakıya pulumuz yoxdur, artıq sənə kömək eləyə bilmərik, reabilitasiyam yarıda qaldı.
belə mənə arada bir 2-3 aylıq göndərirdilər, gətirirdilər, amma mənim reabilitasiyam elədir ki, sən burada daimi almalısan ki, sağalana kimi də, yəni belə deyim. Çünki biraz buraxsan əzəllərin yenidən öləcək və bu belə irəlilədi, yarı-yarımçıq, artıq bir 10 il olub, 11 il olacaq ki, mən reabilitasiyasız qalmışam. Yaxın bir vaxtlarda əməliyyat da oldum. Həkimlər mənə getdi, Gənclər və İdman Nazirliyi məni əməliyyata göndərdi. Orada əməliyyata belə gedəndə həkim mənə dedi ki, sən niyə hələ də sağalmamısan? Deyirəm ki, bəs mənim reabilitasiyam yoxdur, mənə dəstək olmurlar. O da biraz çox pis oldu ki, sən bəs indiyə sağalmalıydın. Bu qədər elədiyin əziyyət boşuna edir. Çünki mənim bugünkü ayaqlarımda hərəkət var, ayaqlarımı hərəkət elətdirə bilirəm. Ən azından mən özüm də buna inanıram. Ki, bu düzələcək, bu sağalacam və mən idmana da qayıtmaq istəyirəm. Bu arzu ilə yaşayıram. Çünki mən bayraq qaldırmaq eşqini öldürməmişim içimdə. Yenə də onu yaşamaq istəyirəm. Ən azı bir dəfə olsun idmana qayıdım. Çünki bu idmana qayıtmaq belə, bu travmadan sonra idmana qayıtmaq bu tarixi bir hadisə ola bilər. Bu dünyaya səs salacaq bir hadisə ola bilər. Çünki nə qədər bir idmançı var ki, bu qədər belə bir vəziyyətə düşüb, sağalıb, ayağa durub yenidən idmana qayıtmaq, bu çox möhtəşəm bir şeydir. Bu dünyaya səs salacaq bir şeydir. Amma çox təəssüf bugünkü dəstəyim yoxdur. Əməliyyatdan sonra da həkim mənə fizioterapiya tapşırıb indi üstündən 5-6 ay keçib, amma mən o fizioterapiyanı ala bilmirəm. Yəni bugünkü günü deyirlər pulumuz yoxdur sənin fizioterapiyaya göndərməyə. Halbuki mənim keçən illəri mənim haqqımda qısa metrajlı film çəkilmişdi. Mayın 11-də Bakı Gənclər Mərkəzində Azərbaycan idmançısı, ağırlıq qaldıran Rüstəm İmanzadənin həyat və idman hekayəsindən bəhs edən Hələ heç nə bitməyib Rüstəm İmanzadə filminin təqdimat mərasimi keçirilib. O filmdə iştirak edən bizim federasiyanın prezidenti olsun, cənab nazirimiz olsun, Olimpiya Komitəsindən bəzi şəxslər olsun. Orada bildirdilər ki, biz Rüstəmin yanındayıq, Rüstəmə dəstək olacağıq sağalana qədər, nə lazımdır edəcəyik. Amma bugünkü çox təəssüf ki, heç kim yoxdur, heç kimi tapa bilmirəm. Yəni, mən Rusiyada yaxın günlərdə konsultasiyadan keçdim. Həkim mənə orada qeyd edib ki, səni ilk missiyamız ən azı 2-3 addım pilləkən qalxıb düşənə qədər gətirib çatdıra bilərik. Bu çox böyük bir uğurdur. Amma çox təəssüf, yəni bugünkü o reabilitasiyanı getmək üçün məndə həm özümdə imkan yoxdur, nə də mənə dəstək olan, yəni heç bir qurum, heç bir İdman Nazirliyindən, heç bir federasiyadan yoxdur. Amma bugünkü mən məcbur olub, özüm də utanaraq, yəni bunu neçə vaxtdır mənə deyirlər, amma mən bunu eləmək istəməsəm də, amma məcbur oldum, yaxın bir zamanlarda kart hesabı açmışam, yəni utana olsa belə, insanlar tərəfindən pul yığıram ki, gedim reabilitasiya alım. Bu çox, mən özümdən də əlavə, idmanımız üçün çox utanc verici bir şeydir. Çünki mənə neçə dənə bir valideynlər yaxınlaşıb məndən sonra, bu məsələdən sonra, bəs deyirlər ki, sabah bir gün biz də uşaqlarımızı idmana qoysaq, sabah bir gün onlar da zədə alsalar, onlara belə yaxınlaşmayacaqlarsa biz uşağımızı niyə idmana qoyaq? Bu bizim ölkəmiz üçün, idmanımız üçün çox utanc verici bir hadisədir. Mümkün məni də belə vəziyyətdə saxlamaqları. Çünki bizim cənab prezidentimizin Mehriban xanım Əliyevanın idmana olan qayğısı çox inanılmaz dərəcədədir. Biz bilirik ki, idmana onlar necə dəstək olurlar, necə idmançıların yanındadılar. Amma çox təəssüf ki, nə nazirliyimizdən bu günləri mənə dəstək var, nə də federasiyamızdan. Problemli məsələmiz biri də budur ki, mən yuvandıqca mənim müalicəm, mənim sağalma şansım çox azalır. Yəni, bugünkü bir gün belə mənim üçün çox qızıldır. Ona görə məbləğin toplanmağını gözləyirəm ki, ən az 1-2 ay toplansın, 3 ay toplansın ki, mən gedim, müalicəmə başlayım. Həm də inanıram ki, mənim videom, mənim bu səsim lazım olan şəxslərə, insanlarımıza çatacaq, mənə dəstək olacaqlar, mənə bu yolda tək qoymayacaqlar. Çünki mən heç kimdən nəsə bir şey də istəmirəm. Mənim sadəcə istəyim odur ki, mən sağalım, ayaq üstə durum, dünyaya səsimi salaq, yenə də idmana qayıdım. Mənim ən böyük arzum budur. Yəni mən buna sona qədər də inanıram və ümid də edirəm ki, bu belə olacaq. Mən sona qədər mübarizə də aparacağam, nə olur olsun, mən sağalacam da, idmana da qayıdacam da. İnşallah ki, inanıram mənə bu yolda tək qoymayacaqsınız. Mən yenidən idmana qayıdacam və sonra demək istəyirəm ki, hələ heç nə bitməyib.